Böyük Allah mənə çox maraqlı bir talih veribdir. Mənim həyatım həmişə Azərbaycan xalqına xidmət etməkdən ibarət olubdur. Ancaq həyatımın çox parlaq səhifələri də olubdur. Ancaq həyatımın çox ağır səhifələri də olubdur. Və bəzən elə düşünürdüm ki, o ağır illərdə Azərbaycanda gördüyüm işlər sonra hamısı batıp gelecektir. Ancak bugün ben xoşbəxtəm. Bugün ben öz talihime minnettarım. Böyük Allah'a minnettarım ki ben o devləri yaşadım. Geldim Azərbaycan xalqıyla bir yerdeyim ve bugün Azərbaycan xalqı için bu kadar değerli töhfə veririk.